Dırnaqlar çox vaxt yalnız estetik bir detal kimi qəbul edilsə də, əslində sağlamlığımız haqqında vacib ipucuları daşıyır. Medisina az xəbər verir ki, səth quruluşu, eləcə də rəngi diqqətlə araşdırılmalı olan bir göstəricidir. Xüsusilə üfüqi şəkildə əmələ gələn dalğalı xətlər bədəndən gələn həyəcan siqnalı ola bilər. Mütəxəssislərin fikrincə, dırnaq səthində nəzərə çarpacaq dalğalanmalar tez-tez vitamin, mineral çatışmazlığı ilə əlaqələndirilir. Dəmir çatışmazlığı, B12 vitamini çatışmazlığı və sink çatışmazlığı dırnaqların qırılması, incəlməsi və nizamsız görünüşü ilə özünü göstərir. Balansız qidalanma vərdişləri də dırnaq sağlamlığına birbaşa təsir edən amillər sırasındadır. Kifayət qədər protein və mikroelementlər qəbul edilmədikdə dırnaq quruluşunun pisləşməsi qaçınılmaz olur. Dırnaq şəklində dəyişikliklər xüsusən də dəmir çatışmazlığı anemiyası olan insanlarda tez-tez müşahidə olunur. Dırnaqlar daha incə, daha kövrək olur və səthdə dalğalı bir quruluş yarana bilər. B12 çatışmazlığı həm rəng dəyişikliklərinə, həm də səth pozuntularına səbəb olar. Lakin hər dalğalanma yalnız pəhrizlə bağlı deyil. Uzun müddətli stres, ağır infeksiyalar və ya yüksək qızdırma xəstəlikləri dırnaqlarda üfüqi və dərin xətlərin əmələ gəlməsinə səbəb ola bilər. Bu xətlər bədənin ciddi prosesdən keçdiyinin əlamətidir. Dırnaq səthində görünən kiçik çuxurlar tibbi baxımdan çuxurlaşma adlanır və bəzi dəri xəstəliklərinin simptomu ola bilər. Xüsusilə psoriaz kimi xroniki xəstəliklər dırnaq quruluşunda əhəmiyyətli dərəcədə pisləşməyə səbəb ola bilər. Həmçinin bəzi revmatik xəstəliklər dırnaq şəklində dəyişikliklər yaradır.